Herkese salam. Bugün birinci hissə kimya test toplusundan situasiyalara baxacağıq. 1-dən 3-ə qədər situasiyalar səhifədə playlistlər hissəsindən baxa bilərsiniz. Orada var. İndi isə biz 4-cü situasiya ilə davam edirik. Deməli, laborant kükürt və silisiumdan ibarət qarışığın üzərinə artıq miqdarda X turşusunun qatı məhlulunu töküb qızdırdı. Bu zaman qonur rəngli qaz və Y turşusu alındı. Qazın ayrılması başa çatdıqdan sonra o, bərk qalığı su ilə yuyub qurutdu. Deməli, burada bizim əlimizdə kükürt var və silisium var. Və bu zaman bunların üstünə X qatı turşusunu gəlibdi və qonur rəngli qaz alınıbdı. Qonur rəngli qaz biz adətən bunları ümumiyyətlə oksidlər hissəsində və yaxud da ki elektroliz bölməsində və ya ayrı-ayrı qeyri-üzvünü keçdiyimiz zaman bilirdik ki, NO2 bizim qonur rəngli qazımızdır. Qonur qaz. Və bizə deyir ki, bu zaman Y turşusu alınıb və qonur rəngli qaz alınıb. İndi biz bilməliyik ki, Y turşusu hansı turşu ola bilər? Və biz də düşünəndə təxminən belə bir cavabı gələ bilərik ki, əgər ki biz NO2 almışıqsa, bizim X-imizin tərkibində mütləq azot və oksigen olmalıdır. Bu nəticəyə gəldik. İndi isə kükürt və silisium bunlardan hansı tərkibində azot və oksigen olan turşunun reaksiyaya daxil ola bilər? Deməli, burada cavab olacaq kükürt. Demək, kükürt hansı azotlu turşuyla reaksiyaya daxil olur? Təbii ki də qatı nitrat turşusu ilə. Reaksiya nəticəsində isə alınacaq H2SO4 üstəgəlinsin NO2. Və bizə nə deyir? X turşusunun kükürtlə reaksiyasından alınan Y turşusunun, yəni H2SO4-ün və qonur rəngli qazın formulunu yazın. Qonur rəngli qazımız isə NO2-dir. 10-cu sualı beləliklə yazdıq. Sonra qarışığın həll olması zamanı baş verən reaksiyanın tənliyini yazıb əmsallaşdırın. Yəni bu reaksiyanı istəyir bizdən. Kükürt üstəgəl qatı nitrat alınır, H2SO4 üstəgəlsin NO2 və biz indi bunu əmsallaşdırmalıyıq. Bu reaksiyadan əlavə məhsul kimi həmçinin su da alınır. İndi isə məsələn balans tənliyi quraraq rahatlıqla bunu əmsallaşdıra bilərik. Deməli, kükürt 0-dan gəlib kükürt müsbət 6-ya. 0-dan müsbət 6-ya. Azot isə müsbət 5-dən müsbət 4-ə gəlibdir. 6, burada isə 1 elektron. Deməli, bu 6 elektron verib, bu isə 1 elektron alıb. Əmsalları bunlara əsasən yazırıq və yerlərini dəyişirik. Azotun qarşısına 6 atırıq və burada 6 azot olduğu üçün burada 6 atmalıyıq. İndi qaldı hidrogeni düzəltmək. 6 hidrogenim var, burada ikisi var. Ən yaxşısı bura 2 atmaqdır ki, kükürdün əmsalını dəyişməyək. Nəticə etibarilə bizim əmsallaşmamız tamamlandı. İndi isə gəlirik 12-yə. Deyir, kükürt və silisiumdan ibarət qarışığın 200 qramında olan kükürdü tam əldə etmək üçün 12 mol X turşusu sərf olunmuşdur. Deməli, bizə deyir ki, HNO3-dən 12 mol götürmüşük. Deməli, bizim əmsalımız neçədir? 6-dır. 12 mol aşağısını yazırıq, təbii ki 6. Bərabərdir. Bizə lazımdır ki, biz bilək ki, bu reaksiya nə qədər kükürt sərf olunubdur. Bu miqdarı bilmirik, X kimi qeyd edirik, reaksiyada əmsalı 1-dir. Ona görə birbaşa 32 formasında yazırıq və ixtisar apardığımız zaman X-i buradan təyin edirik ki, 64. İndi nə deyir? Deyir ki, 12 mol X turşusu sərf olunmuşsa, ilkin qarışıqda kükürdün kütlə payını hesablayın. Yəni, omeqanın qiymətini istəyir. Omeqanı tapmaq istəyiriksə, deməli, biz nə etməliyik? M kükürt bölməliyik M kükürt üstəgəlinsin M silisium. M kükürdü tapdıq 64. M S üstəgəlinsin M silisium isə bizə əvvəldə veribdi 200. Və onu da vurmalıyıq 100-ə. Bəli, bu da edəcək 32%. İndi isə davam edirik situasiya nömrə 5-lə. Nə deyir? Sənayedə metalların qaynaq edilməsində istifadə olunan qazı almaq üçün kalsium karbidin su ilə qarışdırırlar. Bu reaksiyadan ayrılan qazın saf oksigende yanması nəticəsində böyük miqdarda istilik ayrılır. Deməli, biz birinci kalsium karbidin su ilə reaksiyasını aparırıq. Nə alınır?
Kalsiyum OH2 üstə gəlinsin C2H2. Aha. Onun üstə isə deyir ki, kalsiyum karbidin su ilə reaksiyasından alınan və adi şəraitdə bərk halda olan maddənin, yəni kalsiyum OH2-nin formulunu yazmışıq və beynəlxalq nomenklatura ilə adı isə olacaq kalsiyum hidroksid. Beynəlxalq nomenklatura ilə bu cür adlandırılır. Kalsiyum hidroksid. 14. Kalsiyum karbidin su ilə reaksiyasından alınan qazın tam yanma reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Yazaq. C2H2-nin yanma reaksiyasını istəyir. Üstünə gəldi oksigen. Təbii ki, bütün üzvü maddələr yandığı zaman karbon qazı ilə su ayrılır. Demək, bizim 2 ədəd burada karbonumuz var və biz də bilirik ki, kütlələrin saxlanması qanunu həcmi nisbətlər qanununa əsasən nə qədər başlanğıcda maddəmiz, atomumuz varsa, məhsulda da o qədər olmalıdır. Ona görə bura 2 atırıq. Daha sonra və bura 2 atdığımız zaman görürük ki, əgər ki biz bura 2 atsaq, oksigen sayımız bizdə natamam olacaq. Yəni oksigen onluqla alınacaq. Ona görə biz başlanğıc maddəmizin qabağına 2 ataq. Bu 2-ni eləyək 4. Çünki burada 4 karbon var. 2 vurulsun 2 sayda hidrogenimiz varsa burada 2 atırıq. Və cəmi nə qədər oksigenimiz var? 2, 4-ü də 2-yə vurduq. 8 oldu 10. Burada deməli atmalıyıq 5. Və əmsallaşdırdıq. Tamamilə tam şəkildə yazdıq. Daha sonra məhsulun çıxımı 100% olarsa, 192 qram kalsiyum karbiddən alınan qazın mol miqdarını hesablayın. Deməli, biz buradan C2H2-nin molunu tapmalıyıq. Baxaq. Bu reaksiyada sadəcə olaraq 2-ni atsaq, vəziyyət düzəlir. Yəni, əmsallar tamamlanır. İndi, bizə verib kalsiyum karbidi 192 qram. Yazaq. 192. Aşağısına nə yazmalıyıq? Kalsiyum hidroksidin emerini. Kalsiyum hidroksidin emeri isə, bizə dəqiq yox, daha doğrusu kalsiyum karbidin. Kalsiyum karbidin emeri isə 64-ə bərabərdir. Bərabərdir. Alırıq buradan, bilmirik. X qədər C2H2, amma reaksiyadakı əmsal neçədir? 1-dir. Və 192-ni 64-ə böləndə 3 düşür. Onda X bərabərdir 3. Yəni biz 192 qram kalsiyum karbiddən 3 mol alırıq C2H2, yəni asetilin və yaxud da etin. Davam edək situasiya nömrə 6. Adi şəraitdə bərk halda olan sarı rəngli X bəsit maddəsi bizə bir çox ipuçları verir. Bərk haldadır 1, sarı rənglidir 2, bəsit maddədir 3 və karbon disulfiddə yaxşı əldə olur 4 xüsusiyyət verdi bizə. Deməli, bu hansı maddə imiş? S8 imiş. Biz bunu kükürt mövzusundan artıq bilirik. Qaynama temperaturuna qədər qızdırılmış bu maddəni soyuq suya tökdükdə rezin kimi dartıla bilən Y maddəsinin əmələ gəlməsi müşahidə olunur. X maddəsinin yandırılmasından kəskinlikli, boğucu, rəngsiz qaz alınır. Baxaq. Bizə nə istəyir? X maddəsinin adını və formulunu yazın. S8 formuludur. Kristallik kükürdüsə onun adıdır. Daha sonra X maddəsinin yanma reaksiyasının tənliyini istəyir. Baxaq. Kükürdün yanma reaksiyası. Kükürd üstə gəlinsin. Oksigen alınır buradan. SO2. Və yaxud da ki S8 də yaza bilərdik. Heç bir fərqi yoxdur. Sonra X maddəsinin yanmasına 2000 litr hava sərf olunmuşdur. Praktiki çıxım 50%-dir. Alınan kəskinlikli qazın həcmini hesablamağımızı istəyir. Baxaq. Deməli, 2000 litr, bura deyir ki, hava sərf olunubdur. 2000 litrin isə biz bilirik ki, havanın sadəcə 21%-i, deməli, oksigendir. Və bizim də yanmaya oksigenimiz sərf olunubdur. Bu məlumatdan indi davam edirik. Deməli, 2000-in biz əvvəlcə 21%-ni tapırıq, yəni 21-ə vurub 100-ə böləcəyik və nəticədə tapırıq 420 litr oksigenimiz var imiş. Sonra deyir ki, praktiki çıxım 50%-dir. Praktiki çıxımı əgər ki biz 50% hesab ediriksə, o zaman nə etməliyik? Deməli, biz əvvəlcə
SO2-nin həcmini tapmalıyıq. Daha sonra isə aldığımız cavabın 50%-ni tapmalıyıq. Yəni praktiki çıxım məsələlərində çaşmamaq üçün əvvəlcə real cavabı tapırıq. Yəni 100%-ə uyğun olan cavabı tapırıq. Daha sonra isə tapdığımız cavabın 50%-ni tapmaqla məşğul oluruq. İndi baxaq. Deməli 420 litr bizim oksigenimiz olduğunu bilirik. 420. Aşağısına nə yazırıq? Təbii ki, molyar həcm. Bərabərdir. Mən bilmirəm buradan nə qədər SO2 alınıb. Ona görə X yazıram. Aşağısına isə təbii ki 23,4. Reaksiyanın əmsallarına uyğun olaraq. Baxın, əmsal yoxdur. Əmsal yoxdursa aydın məsələdir ki, bunlar bir-birinə bərabər olacaq. Yəni SO2 bərabər olacaq 420 litrə. Amma bizə praktiki çıxımı 50% olduğunu verdiyinə görə o zaman bizim 420 litr yox, 210 litr olmalıdır cavabımız. İndi isə keçək situasiya nömrə 7-yə. Aha, yenə də. Adi şəraitdə bərk halda olan sarı rəngli X-basit maddəsi karbon disulfitdə yaxşı həll olur. Qaynama temperaturuna qədər qızdırılmış bu maddəni soyuq suda tökdükdə rezin kimi dartıla bilən Y maddəsinin əmələ gəlməsi müşahidə olunur. X maddəsinin yandırılmasına kəskinliklə boğuzu rəngsiz qazanılır. Bəziləriniz düşünə bilərsiniz ki, indi situasiya 6 ilə 7-nin fərqi nədir? Baxaq 6-ya. Baxın, burada bəsit olduğu bizə açıq, aşkar şəkildə verilir. Amma burada bəsit olduğunu göstərmir bizə. Onda deməli 19-da Y maddəsinin adı deməli kristalik yox, plastik kükürdtür. Plastik kükürt. Sonra X maddəsinin yanma reaksiyasının tənliyi yenə də kükürt üstəgəlsin. Oksigen deməli alınacaq buradan SO2. Sonra bu da digər 18-ci sualı idi da, o tipdədir. X maddəsinin yanmasına 4000 litr hava sərf olunmuşdur. Havada oksigen həcm payı 21%-dir. 4000-in 21%-i edəcək 840 litr və reaksiyada birin birə nisbəti olduğu üçün SO2 də olmalı idi 840 litr. Lakin praktiki çıxım 50% olduğu üçün bizim SO2-mizdən alınacaq 420 litr. Davam edək. Situasiya nömrə 8. Müəyyən miqdar kalsium karbonatın üzərinə artıqlaması ilə götürülmüş xlorid turşusu əlavə etdikdə qaz ayrılır. Aha, gəlin vaxt itirmədən yazaq. Kalsium karbonatın üzərinə H-xlor əlavə edib. Nə alınıb? Kalsium xlor 2 üstə gəlinsin H2O üstə gəlinsin karbon qazı. Aha, və burada bir dənə H-xlorun qarşısına 2 atırıq. Ayrılan qaz, yəni CO2, içərisinə elektrik mənbəyi və elektrik lampası ilə birləşən elektrodlar salınmış, yəni elektroliz eləmək istəyirlər, barium OH2 məhluluna buraxılır. Əvvəlcə yanan lampanın közərtisi zəifləyərək bir anlıq sönür. Baxın, əgər ki yanan lampa sönürsə, bu deməkdir ki, orada elektrik cərəyanı keçmir. Yəni bu alınan maddə qeyri-elektrolitdir. Deməli, barium OH2-nin üzərinə elə miqdarda karbon qazı əlavə etmişik ki, biz burada elektrolit olmayan maddə almışıq. Biz də bilirik ki, hansı maddələr elektrolit deyil? Çöküntülər, suda həll olmayan maddələr. Yəni biz buradan almışıq qısacası bariumun karbonat çöküntüsü. Üstə gəlinsin su. Bir anlıq lampa söndü. Sonra isə lampanın közərtisi yenidən artmağa başlayır. Bu da o deməkdir ki, çöküntü artıq həll oldu. Bu da necə baş verir? Barium karbonat, ümumiyyətlə karbonatların hamısı yadımızda saxlayaq ki, çöküntüdür. Natrium, kalium, NH4 müsbət isə istisna olmaqla. Bunların ümumiyyətlə hər şeyi suda həll olandır. Və bu arada bunu da deyim, natrium və kaliumun karbonatları parçalanmır, qarşınıza çıxa bilər. Aha, indi barium karbonatın məhlulu niyə elektrik keçirtdi? Çünki biz bunun üzərinə nə deyir? Baxın, bu qaz buraxmışdıq axı, ayrılan qazı. Ayrılan qaz yenidən həll olur. Yəni CO2 yenidən həll olur və buradan alınır barium hidrokarbonat. Hidrokarbonat isə çöküntü deyil, suda həll olandır. Suda həll olan olduğu üçün də o elektrik cərəyanını keçirdəcək. İndi baxaq suallara. Reaksiya zamanı ayrılan qazın formulunu və beynəlxalq üsul və adını yazın. CO2 karbon dioksid.
Sonra lampa çözərtisinin zəifləməsinə və yenidən artmasına səbəb olan reaksiya tənişlərini yazın. Yazdıq onları. İndi gəldik 24. Sonra nə deyir? Lampanın bir anlıq sönməsinə qədər keçən müddət ərzində 500 ml 0,4 mol bölünsün litr qatılıqlı məhluldakı barium OH2 ilə neçə litr qaz reaksiya daxil olur? Aha. Deməli, biz burada hesab aparmalıyıq. Deməli, 500 ml əvvəlcə birincisi bunu çeviririk litrə. 500 ml-imiz 0,5 litrdir. 0,4 mol bölünsün litr qatılıq. Qatılığın düsturu necə idi? Nü bölünsün V. Nü burada mol miqdarıdır, V isə həcmdir. Və bizə veribdir bunu və yaxud da elə vahidə baxsaq aydın şəkildə görəsiniz ki, biz burada götürüb həcmi vursaq qatılığa alacağıq nünü, yəni mol miqdarını. Onun da nü bərabərdir 0,4 vurulsun 0,5. Və 0,5-ə də vurmaq nə deməkdir? Ədədin yarısını tapmaq deməkdir. Yəni 0,2 mol. Demək bizim 0,2 mol barium OH2-miz var. Və indi isə bizdən nə istəyir? Deyir ki, neçə litr qaz bununla reaksiya daxil olub. Baxaq görək, əmsala ehtiyac varmı? Xeyr, əmsala ehtiyac yoxdur. Birin birə nisbətdə gedir. Barium OH2-dən 0,2 moldur. Aşağısına yazırıq 1. Karbon qazından neçə litr olduğunu tapmalıyıq. X aşağısına da yazaq 23,4 və 23,4-ü də 0,2-yə vurduğumuz zaman biz cavabı alacağıq ki, cavab 0,448 litrə bərabərdir.